Oktay Məmmədov, Azərtac Fotoinformasiya baş redaksiyasının baş redaktoru. Biz jurnalistlər onu Oktay müəllim kimi tanıyırdıq. Səmimi olduğu qədər də mehriban insan. Fotoqraf kimi fəaliyyəti müddətində o bütün gördüklərini tarixin yaddaşına köçürməyə bacardı. Peşəsinə həmişə böyük hörmət və məsuliyyətlə yanaşan Oktay müəllim tarixi bir gündə özü də tarixin yaddaşına köçdü. Bugün o sonuncu çəkilişini 20 yanvar şəhidlərinin uyuduğu xiyabanda edərək 58 yaşında dünyasını dəyişdi. İnanılmazdı və inanılmaz olduğu qədər də reallıqdı. Bəzən söhbət əsasında dedilik ki, ölüm nə qədər adiləşib, bunu ciddi qəbul etmək olmur. Onun ölümü isə adi deyildi. Sadəcə ani və tarixi bir məna daşıdı. Azərbaycan Dövlət Teleqraf Agentliyində kiçik, amma mənalı ömür yaşadı Oktay müəllim. Onu bizlərdən fərqləndirən isə yaşadığı dövrü tarixə köçürməsi idi. Dostları, tanıyanlar onu çox vaxt fikirli görüb. Danışarkən, ünsiyyətdə olarkən belə insan deyildi Oktay Məmmədov. Vətənə sevgi daim onun qəlbində olub. Getdiyi, gəzdiyi yerlərdə həmişə ölkəsini, onun nə qədər gözəl məkan olduğunu tərənnüm edib. Bəzən isə fikirləşib. Nələr düşündüyünü anlamaq çətin idi. Lakin son dəqiqələrində nə düşündüyünü başa düşmək mümkün oldu. Dövlətçilik, vətənə əvəz olunmaz sevgi, xalqına məhəbbət, işinə hörmət. Bunları sübut etmək üçünsə heç nə lazım olmadı. Sadəcə onun son nəfəsini verdiyi məkan, bütün ömrü boyu göründüyü kimi düşüncəli fikirlərinin arxasında nələrin olduğunu deməkdə bizə kömək etdi. Bu onun son kadrı idi. Son kadr isə son nəfəs demək deyil. Allah rəhmət eləsin. Bugünlük bu qədər. Mən sizə sabahda sağollaşıram. Sağ olun, salamat qalın.